Mən izləyən hər kəsə Allahın salamı olsun, kanalıma xoş gəlmisiniz. Bugün mən sizə çox dadlı, yumuşaq, təzə kartofu bütöv şəkildə qabıqlı, belə necə yumuşaq bişirirəmsə, onu paylaşacağım. Qətiyyən su əlavə etmirəm. Su əlavə edəndə mənim tam da o qədər dadından xoşum gəlmir. Çünki kartoflar pörtülmüş dad tamında olur. Amma belə eləsəniz möhtəşəm olur. Baxın necə yumuşaq olur. Çox asan da olur. İlk öncə kartoflar tərtəmiz, qəşəng yuyuruq. Çıxan qabığı varsa əlimizlə çıxardırıq. Qətiyyən bıçaq istifadə etmədən. Qəşəng suyun süzürük. 3-4 dəfə yumaq məsləhətlidir. Sonra isə çəngəl vasitəsilə hər tərəfini bax belə çəngəlləyir. Bu mütləqdir. Belə gözəl çəngəllədikdən sonra üzərinə əlavə edirik duzun, istiotun, sarı kökünü əlavə edirik. Sonra yaxşıca qarışdırırıq. Tam şəkildə hər tərəfinə dəysin deyə. Sonra qazançıya yağ əlavə edirik. İstər kərə yağı, istər bitki yağını istifadə edə bilərsiniz, fərq etməz. Yağ qəşəng qızdıqdan sonra kartofları qazançıya əlavə edirik və üzərini mütləq şəkildə qapağını örtürük. Sonra isə tez-tez açıb qarışdırmaq lazım. Mən adətən qaşıqla yox, elə qazanı sirkələdikcə qəşəng içində qatışır. Qapağını qətiyyən açmırıq. Bir də açıb artıq baxırıq ki, kartoflarımız yumşalıb. Ondan sonra qazanın qapağını açırıq. 10 dəqiqədə elə qızarır. Onsuz da qazanın qapağı bağlı olduqda da həm qızaracaq, həm yumşalacaq. Qətiyyən azcını su əlavə etmədən, sadəcə yağda belə gözəl qıpqırmızı kartoflarımız qızarır. Mütləq sınayın, dadı möhtəşəm olur. Sadə kartof qızartmasının da seçilir. Bişməyə 2 dəqiqə qalmış belə şüyüt əlavə etdim. Çox gözəl dad verir. Bu da sonda nəticəsi. Görünüşü gözəl, dadı möhtəşəm olan bütöv kartof qızartması. Mütləq alın, sınayın. Bu dəqiqə əsl yeməli vaxtıdır. Çox gözəl olur, dadı da gözəl olur. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub dəstək olmağı unutmayın.